Hamıya salam uşaqlar. Və burada çox qışqırmayacağım, səsim yaxşı gələcək yox. Biz indi aeroportdayıq və Türkiyəyə gedirik. Və bu serüvəndə sizlər də özümün bir də aparaq. Bir kafede oturmuşuq. Nerede oturmuşuq? Samolyota girişimizə, bu bizim samolyotda. Samolyota girişimizə təxminən 25 dəqiqə falan qalır. Neysə, hələ ki gözləyirik ki, yeməyimiz hazır olsun, gəlsin belə. Şahsi. Bəli. Neysə, samolyot göstərim. Budur, gördüyünüz kimi. Məncə bagaj yığılır indi ora. Beləcə. Bu bizim samolyotdur. Biz də buradan biliyoruz. Gedəcəyik. Bəli, bu da sadəcə mənim yeməyim. Pizzadır, ətdir. Hələ danışır. Bizimki də biznesdir, amma bizimki 7 deyil, 9'dur. Yəni hələ ki vaxtımız var. İndi yeməyimizi yiyib gələcək. Çəkərəm idi. Uşaqlar mənim samolyotdayım. Oturdum. Samolyot tərəflərini gedirik. Bunu görsənim, mən burnum görsəm. Uşaqlar deməli, bu da bizim samolyot vermişdi. Telefonla və bir dənə sıvat gəlmişdi. Alı cəbən axırıncı bizdən soruşurlar. Mən burada kamudan soruşdular. Hatta stüardessa. Aldığımız sifarişlərimiz oldu. Əməkdə gəldi bizdən soruşdu. Bizə də kuxnalarında nə qaldı onları təşrif elədi. Heç sıvat gəlmiş, heç xoşuma gəlmədi. Biraz yəni ortamdan falan gibi görməyim gedəcək. Biraz süddur, sonra da istəyimə gələcək. Belə istəyiməydi göstərirəm nə tər bir şey. Balığı sevim, balığı tutarlıqdır. Benim tipimin kayışı kötü. Yani sen istəyimədiyində sütünü yiyip, istəyimədiyində onu göstərir. Deməli, məncə ana yeməyə çəşədilər. Yadımdan çıxdı, biraz girişən dedi ya, mən bir yadımdan çıxdı. Neyse, balıq satır vermişdim. Belə gördüyünüz kimi yoxdur balıq. Bilməm, bəlkə badımcandır. Onlar da yaxşı pişməmişdi deyə yemədim. Yəni billər, uçuşumuz davam edir. Düşünürəm belə 3 saat var. 3 saat sonra ki samolyotda olacaq. Yəni belə. Uşaqlar deməli biz aeroportdayıq. Mən əsasən bu videoyu giriş edəndə niyə hər uşaqlar belə mən bilmirəm. Özüm nasıl bir tipimin kayışı. Yani Türkçe aeroportunda gedirik. Çamadanlarımızı götürmeye. Oradan sonradan otel. Biz de taksideyiz. Gedirik. Otelimize. Yani ne diyeyim aeroportun aeroportun olur. Aeroportun parking yerində, yəni orada gözlədik taksini. Deməli, biz Dubayda da oturmuşduq. Yəni orada da oturub vardı. Amma bu da belə deyil. Türkləşə gələn tax var idi. Neysə, biz çıxmışıq, gedirik otelə tərəf. Yol çəkərəm sizə. Bir saat yolumuz olacaq, gələcək. Belə otelə gedən yolda da çəkərəm. Orada çox insan var idi. Mən də yəni oradakı insanlara tərcüməsi üçün çox əmniyyət verirdim. İnsanların maraqlı gəlir, çəkməsinlər falan durub. Yəni belə bir hissiydi. Değişen bir oteliyle gösterəm oraları danışarım. Uşaqlar, deməli biz indi gəldik, oteldəyik. Yəni yolda o qədər tıxac var idi ki, dəhşət yəni. Şurada yəni biz İstanbuldayıq. Evet, şöyle bir girişdən çəkeyim, böyle 301 numaralı oda. Yaxşı, mən niyə türkçədə də? Ölürəm. Neyse 301 nömrəli otaq idi. Anlatım başım başlayalım haqqı. Neyse burada şkaflar falan var. Yani burada veşilka falan standart şeylerden burada ütü falan var. Bunlar neyse şimdi.
bura hamamdır bu arada. Yəni mən necə deyim, Dubayın belə Radisson otelində də olmuşam da. Yəni orada qəşənglik deyil, mən pis deyirəm. Qarşı-qarşıya danışaq. Orada qəşənglik pis deyil, amma bura bildiyiniz yer təmiz iylənir. Yəni təmiz iylənir də bura. Burada qəşəng belə bir düşünülmüş bir gül var. Buradakı giyinik ləvazimatlar, nə bilim, bura doludur məhrəba ilə və ən belə yəni şok olduğum bir şey. Belə bir küçük bir şok, bir saniyəlik şok. Hamam. Yani duş kabinin yanında hamam var. Bildiğinizde mini hamam. Sözüm yoktu. Orada da şampunlar falan var. Yani böyle otel şampunları ben istifadə edirəm. Evet, böyle giririk otağımıza. Bu da benim Dubay'dan aldığım ayakkabılar. Evet, böyle kırık kravat var. Burada cəb götürəcəklər. Burada bizə özümü Türkiye'de hissederdim. Allah'ım bu necə açılır? Dev açılmıştı. Allah kahretsin. Allah müziğe bak. Eşidirsiniz Allah. Neyse balkona çıkmışken bir balkonda gösterin. Böyle enine boyuna böyle Korhan yalısının balkonu içimdi. Böyle boğaz manzaralı. Burada da kimsə nəsə diskoteka qurub orada. Neyse yani burada böyle küçədir. Bir de böyle qabağımızda dəniz. Yani buradan bildiğimiz yani piyada biz gedə bilərik dənizə. Boti Centra. Burada böyle nənələrimizin balkonundan güllü bağçalı. Burada da inşallah bir nəsə oturup bir şeyler eləyərik. Çəkərəm onda buradan bağlayaq. Yəni o qədər də isti deyil. Bağlamadım, qırdım mən bunu. İndi birazdan biz girəcəyik yemək yeməyə. Yəni mən samolyotun düşəndən acam. Belənti girəcəyik yemək yeməyə. Uşaqlar biz Eysəmə gəldik. Burada otelin yaxınlığındaydı. Mən sizə burada qiymətləri göstərməyə. Deməli, bunlar necə lira ilə aldı da. Neyse burada supdur, nəmsər yeməklər falandır. Deməli, bunlar Türkiyənin məşhur, nə deyirlər bunlara? Soyuq şeyləri də, zakuşkaları. Neyse qiymətlər də ki, belənci. Böyle şeyler ben gerçi öyle mi? İnşallah salat. Mesela her insanın maraqlandıracaq olan. Burada artıq dəniz bəhsi vardı, bu xərçə falan. Yəni bu ahtapot. Burada burada martılar var. Göstərmək istəyirəm. Bizim İslamın mənzərəsi. Evet. Devamına baxayım. Burada balıq. Da. Это Ayya Sofya. Da. Ətlər. Siz göstərin. Siz qiymətləri göstərim, sonra özüm seçəcəm. Uşaqlar deməm ki, mən sifarişim. Mənim maxitomdur, içərəmdir. Bir də bir şey göstərmək istəyirəm. Burada da təzə məscid tikilir. Bir də bizim də bir mənzərəmiz var orada. Ayya Sofya'da. Onu da istədim göstərəm ki, Ayya Sofya'da. Neyse bu adına kebabdır. Belə servislə gəlir. Yəni bir şeylər olacağını bilmirəm. Kartuşka, acıqa falan. Yəni bu da qəşəng servislə gəldi. Biz yeməğimizi yeyək. Sonra da hesabı da göstərirəm. Sonra deyəlim ki, girəcəyik artıq otelə dincəlməyə. Ama soğuktan başlayacaq gəzməyə. Hələ ki, boğaz havası. Çıxdıq indi buradan. Biz gedirik otelə. Biraz yürüyək. Biraz yolumuzu uzadırıq. Deməli, hesabı göstərməliyim, yadımdan çıxdı da. Bu festivaldan qalxandan sonra yadımdan düşdü ki, göstərmədim. Onda böyle kartuşkanı aparmışdılar. Okey. Nə qədər elədi? 5130 TL. Bizim pulla 200 neçə manat edir? 200 da belə deyək. Neçə manat pulla geçsin. 300 manat edir bizim pulla. Belə baxanda yəni balıq falan sifarişlə vermişdik. Yəni mən belə deyirəm də. Hər yerdə
Mən də düşünürəm ki, hər yerdə qiymətlər fərqli deyil. Elə necə deyim, restoran küçəsi deyək ki. Bu da bizim otelimizdir. Neyse gedirik. Neyse bir şeyler gördüm, o videoyu yazmak isteyeyim. Yaradana kurban, siz nereden geldiniz buraya? Neyse ben o kişi kim diye bilmiyorum elbette ki. Neyse burada bir şeyler yaşanır. Hamının sabah xeyir uşaqlar, bizimdən. Və bizim gəlmişik səhər yeməyinə. Mən hələ şunları götürmüşəm. Video çox tez giriş elədim. Bunlar alçadır, Malatya alçası. Bu ərikdir. Nasıl bir qəribə ərikdir. Bizim əriklərə oxşan ağır. Bizim əriklərə oxşuyur. Nəysə, onun da ərikdir, başqa şeydir. Sonra belə göstərim. Burada acı bibərlər var. Yəni, mən təsəvvür edirəm ki, kim səhər acı bibər yiyir də burada. Burada kısırdır. Sonra burada salamlar var. Burada pendirlər var. Burada bakın. Çeşit bol. Burada belə şinyatlar var. Mən də bu şinyatdan götürəcəm. Simit var. Çok severim. Bu noxuddur. Qovrulmuş noxud. Badam, bal, petekdən. Şokolad. Burada gevreklərdir. Yumurta, sosiska, turşlar danışırlar. Burada mesela halkadır, brokoli falan. Onu da göstereyim. Burada da yine brokoli, böyle salı bir şeyler. Neyse, girdim ben. Özüm üçün seçəcəklərimi götürüm. Sonra stolda oturanda yenə çəkərəm, göstərərəm. Deməli, bebişlər, bu da mənim səhər yeməyim. Şimdi bunları tüstlədim, gömelim və geçti çaydır. Neyse bunları gömək. Sonra gidəcəm Sultanahmet meydanına. Yeriyə gidəcəm. 10 dəqiqə yoldu buradan bu. İndi səsim biraz yankı verə bilər. Çünki hamamdayam, indi makyaj edəcəm. Sonra çıxıb gedəcəyik Sultanahmet meydanına. Tez mən makyajımı edeyim. Yəni bilmirəm da burada necə görsəniz. Elə qoymuşum ki, daha kamerada. Yəni biraz belə ayağımı qalsın, yarım yoxdur da. Boydakı Allah verib də deyil. Yox, mən görsəm. Neysə, rezultatın axırında göstərərəm ki, yəni neynədim, necə elədim falan. Çünki mən belə görsəməyəcəm. Bəlkə yerini dəyişdirib. Burada sizə qoyum bura. Güzel olduğunu bilirəm. Bəlkə burada. Baxmadan. Mən də tez makyaj edeyim. Sonra dedim ki, gələcək Sultanahmet meydanına. Birinci üzümü nəmləndirəcəyim. Yəni, belə makyajın axırına kimi daha fazla deyiləm. Uşaqlar, deməli biz indi Sultanahmet meydanındayıq. Mənim tüpüm yox olursa peki. Allah qartı kimsiniz. Neysə. İndi biz Sultanahmet meydanındayıq. İndi bir İnan bura göstərəcəm. Bura meydanımız. Burada cami. Mən sizə danışacağım. Biz neynədik? Deməli burada gördüyünüz kimi muzey kartı satırlar. Deməli biz gəldik Sultanahmet meydanından. Buradan getdik. Kart aldıq. O kartları olmalı göstərim. Beləncə. Muzey Pas İstanbul. Böyle tutulmuş göstərir. Deməli bunu Sultanahmet meydanından aldıq. Deməli içində 10 dənə yerə girə bilərik. Belə ayrı-ayrı alanda çox baha gəlir. Amma belə baxın, belə bir dəfəlik aldıq. Adama 200 manatdan. Mesela içində də 10 dənə də muzeyə getdim. Yəni muzey dediyim, yəni məsələn kulesi, nə bilim, ora-bura nəsələn yadımdan çıxdı. Şəkilini çəkmişdim. İndi hər gedib girdikcə göstərəcəm sizə də. İşte haralara girdik. Yəni burada dəhşətli dərəcədə turist çoxdur. Yəni iki adımdan bir də belə simit satılır. Baxın gördüyünüz burada simit satılır. Yəni bunu hardan aldıq? Yəni bura gəlmək istəyən olacaqsa da əgər gələnlər deyim biləsiz.
Sultanahmet meydanına girib alırsınız. 10 dənə nə deyəcəm? Yəni hər yerə girib girdikcə necə deyim, çox baha gəlir, dəhşət yəni. Hər şey ayrı-ayrı aldıqda çox baha gəlir. Beləncə yəni hop şu 10 dənə deyə girib girsən. Belə namaz belə məsələn camilər, məsələn Ayasofya camisi pullandır da. Bu Ayasofya var, bu isə daxil deyil. Məsələn namaz vaxtı mən elə fikirləşirəm. Namaz vaxtı gedib birinci mərtəbəsinə girib namaz qılmaq olar. Namaz qılmaq olar, baxmaq olar belə. Biz gedirik kafeyə, bir şeylər yeyəcəyik, içəcəyik çünki artıq acmışıq. Sonra da yəqin ki fikirləşə görə birinci hara gedək. Mən Qalata Kulesinə necə deyim belə axşam getmək istəyirəm. Orada satan xanım da dedi ki, bəs o gecə ona kimi işləyir də ora. Yəni Topkapı Sarayı falan 5-li qatda bağlanır belə ki. Vaxtlarını da dedi. Bu kart 5 günlükdür. Yəni kartı işlətməyə başladığımız andan etibarən vaxtı başlayır, açılır vaxtı. Deməli necə deyim? Yəni də olsun başa saldım. Öz dilimizdə. İstəyirəm bir simit alam, dost bilməm, həm də suda istəyirəm belə. Nəsə gəziyim hələ ki, belə göstərərəm buralarda. Yəni necə deyim, şu oradakı kimidir. Bu qədər. Çox qəşəngdir. Deməli, biz indi gəldik restorana. Belə bilmirəm yəni. Telefonda baxdım. Qabağıma et çıxan restorana gəldik. Burada nəsə sifarişlər, daha doğrusu menü onlayn idi ya. Çəkmədim, onu necə çəkməyəm. Mən telefonda baxıram. Menü. Buralar bir də göz muncuqlu falan. Bizə belə hədiyyə olaraq bir çörək gətirdilər. Nəsə göstərəm onu yaxşı. Çörək, ot falan gətirdilər. Mən sifariş verdim lahmacun. Bu arada burada qiymətlər, yəni dünənki olduğumuz restorandan bir tık bahadır. Yəni mən də dedim ki, hər yerdə fərqli qiymətlərdir. Bəlkə ucuz yerdə də ucuz qiymətlər də olar ki, bundan da bahalısı olacaq falan. Belə, yəni hələ ki görəcək. Yəni mən lahmacun sifariş verdim, bir də ki, sop 100 deyil. Belə. Böyle bir içi boş ekmek. Ekmek değil bu. Lavaş olduğunu söylüyor bu arada. İçi boş. Bir böyle bir ot. Bu da benim içeceğim. Deməli, lahmacunlarım gəldi. Mənim sifarişim. İndi bunları yiyeyim. Sonra da tadım dəyərləndirməsi eləyərəm sizlərə. Uşaqlar, deməli, biz gəldik indi otağımıza. Belə deyim də, deməli bizim nə qədər yeməkdən sonra yəni təzəmsə 2 dənə lahmacun yedim. 2 dənə nəyəcək qurun lahmacun yedim. Necə doydum. Yani daha o bir yarımdan sonra işte tıkanmıştım. Onu zorla yedim ki o geçsin böyle. Televizyon esasıydı bu arada bu. Gittim magazinden çikolata aldım. Peçenye aldım. Bir çay içtim. Her yani indi çalıştım. Dedim bir video açım. Bir danışım yayınladım. Necə elədim, hara getdim, hardan gəldim falan. Bir restorandan çıktık yani çok bir şey çok tutmadı yani. Neyse 3000'e kadar söylenmişti. Neyse boy olsun 3000 TL. Bizim pulla da 130 manat pul ediyor. Böyle. Deməli, biz indi gəldik Qalata Kulesinə. Baxın, buradan gəlib Qalata Kulesinin biletini də almaq olar, amma biz göstərdiyim kimi almışıq. Bu da Qalata Kulesidir, gedib onu çəkəcəyik. Birazcık şöyle gidelim.
yaşanır. Buradan çıkabilirsin. Excuse me. Evet, şöyle. Şöyle bir tane de buradan böyle seçeyim. Buranı ve biz artık gedirik çünkü çok soğuk olmalı. Çok siyasi değil, bir telefonla uçacaq. Neyse biz çok. Belə də sizə Qalata Kulesinin çıxışından belə göstərim. O məşhur küçəni. Burada o küçənin gedişi. Çox insanlar var. Bəlkə də mənim səsim eşidilmir. Və belə biz gedirik. Normal double 230, double fiyat 200 ama sultan aşırı oranlı normal. Tam ya yeni bir günler, salamlar. Biz bu günlerin, bilmem bir önem demiştim ya yok. Kız gülləsinə Qız gülləsinə getmək istəyirdi. Öyle gəlmişik. Sadəcə mən düşünürdüm ki, biz onun içine girə bilərik. Amma girmək olmazmış. Allah'ım beni kör et, kör! Allah'ım beni kör et! Bakımdan gəldik. Buradan, daha doğrusu bizim indi olduğumuz yerdən Karaköy iskelesiydi. Biz oradan geldik. Burada balık falan tutuyor. Orada şimdi balık. Oradan biz kart aldık. İstanbul kartı. Çünkü bizim benimizde kartı çizerli değil. Oradan 8 manata bu kart göstermem kart elimde yok mu dedim falan. Neyse benim üzerinde kart değil de bir tane de Nesquik aldık. Buranın atılmayan 30 TL'yle ben şimdi biz burada İstanbul yazmak burada yaklaştık. Burada bir şekil çektim. Cedeti yine. Kız burada çok çiləkliydi deyə bütün saçım başım bir-birinə qarışdı. Yəni deyirəm ki, burada bir belə problem var ki, nədir bunun adı, vapur çatmalı suda, yəni bizim geri qayıtmamız orada qəriz məsələyə çevriləcəkdi. Ona görə mən dedim ki, ən yaxşısı biz gedib vapura çataq. Qız qalazını görməsəm də olar, yaxına nə iş olmaz. Amma sabahlarım çox yerə getməyi düşünürük və səhər saatlarında getmək lazımdır. Çünki saat 5-dən sonra artıq həmən yerə bağlanır. Dolmabahçe, Topkapı Sarayı, bir də bir başqa yer var idi ora. Neysə, artıq Qız Qalası arxada qaldı. Burada bir dənə bu çöpünü göstərə bilərəm. Ayna çox kirlidir, ən azından deyildir. Mən Kız Kulesini tapdım bu arada. O tarafa otursaydım görə bilərmişəm. Ancaq belənci görə bilərik. Deməli, biz indi gəlmişik. Baxın, birinci buranı göstərim ki, baxın, orada duranlar bizim komandamızdır. Şapkalı oğlan da bu arada Azərbaycanlıdır. Və bizim yaxtamızı, necə deyim, yönləndirən meneceri də deyim, o oğlandır, o da Bakılıdır. Həm bu üstündə danışdı, həm Azərbaycan dilində danışdı, həm üstündə danışdı. Və yaxtamız 10 dəqiqədən sonra gələcək. Saat 7-də, 7 tamamda olacaq burada. Və yaxşı ki, bu arada 1 saat 4-də var idi yaxtam. 5, 6, 2 saatlıq idi, mən 6 tutarım. Nəsə bilməm, o ev kişi gəldi, nəsə getdi. Deməli, bir 4-də var idi, bir də 7-də. Mən istədim ki, gün batımını tutmaq və indi gün batır, bilməm də görsənir orada. Köprünün o tərəfində gün batır, belə görsənir, gün batır orada. Və mən düşünürəm ki, biz yaxtada olanda gün batımını izləyə biləyik. Deməli, biz indi yaxtamızdayıq. Sizə belə içinə göstərik.
gedirik. Ben istəyirəm gün batımını çəkmək, görmək. Yəqin ki, gün batır. Bilməm, hansı istiqamətlər tuta biləcəm gün batımı üçün. İndi necə deyim, evlərin, binaların arxasında batır. Yəni çox qəşəngdir, maraqlıdır bu arada. Yəni belə adam biraz başı fırlanır. Amma qəşəngdir. Çox xoşuma gəldi qəşəng. Yəni burada olanda getdiyim yerlərdən bir qarşı kulesi, bir də burası. Yəni qəşəngdir. Böyle ləzzət eləyir, yəni belə deyim. Yəni bura gələnlər üçün deyə bilərəm, sən bir yaxda tur eləsinlər. 60 yıl oldu. 60 yıl oldu. Bizim puldan da özümüzə saxlayırlar. Günlərim gedib baxmaq istəyirəm. Amma gedə bilmədiyimiz bu qız qalaq. Yox demək edirəm. Da bilməm hansı kinoda, hansı yalılar çəkilir. Amma baxın bunlar hamısı yalıdır. Nədənli qırağı, boğazla qırağı yalılar. Yəni bəlkə də bunların hansındasa yalı çapdığını çəkilir. Neyse, yalı çapdığını olsun mənə interesini deyildi. Yəni nə olsununa baxmaq istəyirəm. Mən isə sol tərəfi çəkdim, burada sağ tərəfi. Belə. Yəni gün ucu batdı. Tek mənzərəsini görürsünüz. Bu arada bir dənə köprü orada var. Bir dənə köprü burada. Bu həmən məşhur yalıların görsəndiyi köprüdür. Turkish flag. Beləncə. Gedirik. Bura geridə qoyduğumuz yol. Yeni bir gündən salam uşaqlar. Və biz gəlmişik Topkapı Sarayına. Burada arkada da yeni bir məscid tikilir. Yəni burada bir adımdan bir məsciddir, bunda deyil. Məsciddir. Neyse, gəldik Topkapı Sarayına, göstərib var. Belə bir giriş. Biz o Sultanahmet Meydanı'ndan aldığımız kartla buraya giriş eləyəcəyik, heç bir pul ödəmədən. Burada dəstək turist çoxdur. Burada biletlərin qiyməti. Gördüyünüz kimi nə qədər adamlar var. Yox. Evet. Bilet göstərib. Şəkillər. Bizə də kart olduğu üçün kart göstərib. Peki işler kontrolüne var. Buranın özü de yerler de var. Karadağlı altın. Burada mescid. Namaz kılıyor. Ben de tuşladım. Ama biz buradan çıkacağız. Tezden oraya gideceğiz. Allah'ım buradan gelene bağlı. Padnos var. Buradan Padnos var. En güzel yer. En merak ettiğim. Yani böyle dünya gözüyle görmek de başka bir şey. Bilmiyorum, bu sarayda hansı bir sultan filmi çəkilib çəkilməyib. Adamlar çoxda deyər, hə?
Burada dayanmaq məcburiyyətində qaldım. Çünki gözləyirəm burada bu macib mətəbbəsi. Murad Has odası. 3-cü Murad Hasın odasıdır burası. Avluları. Avlu. Balkon. Aynalar açıq. Adam istəyərdi belə yerdə yaşasın. Yəni gedib ora baxım görüm orada nə var, heç nə yoxdur. Ah, bura çıxışdır. Buradan çıxmaq lazımdır. Bura haram çıxışdır. Ay, bu kimdir o? Oo. Mumya var burada. Bilmem kimdir. Oo, biz haralara geldik belə. Oho, bura çok qəşəng, xoşuma gəldi. Və buranın mənzərəsinə bir dənə baxın, zəhmət olmasa. Yəni, bu nə idi? Allah, hələ də orada adamlar var ya. Burada davulmaq olar. Ya, buradan baxanlara baxın. Bu kimdir? Bu mumyaları nə qoy var? Allah sağ ol. Biri de oradadır. Heyrəm. Bura kuşhane, mutfaq, mətbəxdir. Qablar, peynir, çok qəşəng. Qazan, qaşıq. Orada da kamera var. Və çıxış. Ben burada həyatı göstərim. Baxın, beləncə bir yerədir. Biz kartımızı bura oxuyub giririk. İndi və çıxanda oxumalı kəsək. Nə deyəcəkdim indi? Hə, deməli biz indi gedirik Mısır çarşısına. Orada videonu dayadırıq, böyle şəkil farksak, onu yadımdan çıxdı, nə haqqında danışırdım. Deyəcək indi Mısır çarşısına, burada Mısır çarşısında giriş pulsuzdur. Arzu odası, kapalı müşafirdə yetişmək kimi yapılmaz. Neyse, burada video çəkmək olmaz, video çəkmək olmaz. Neyse, arzu odasıdır. Bilmiyorum, arzu odası ne deməkdir? Neyse, istey otağı zat deyirik. Böyle. Oraya yazıb ki, kimsə istəmək olmaz, video çəkmək olmaz, hamının əlində telefon olmaz. Bunda məndə əlində telefon olmaz. Arzu odası. Danışmaq istəyirəm, yəni Mısır çarşısında deyil. Həm də zorakılmalı, həm deyirəm, həm də ki, buradakı insanlar mənə dedi ki, bəs Mısır çarşısında qiymətlər ucuzdur və orada bol çeşidlər var, yəni hər şeydən də. Paltar, yemək falan hər şeydən. Burada da hamının üstünə gəlirlər. Deməli, bir yerə daha girdik burada. Burada yəni baş açıq olmaz. Buradan göstərmək istəyirəm. Müfredatın defteri. Belə müfredatın defteri. Əlbəttə ki, burada əlbəttə yaxud hər şey başa düşmür, amma yenə də insana dünya gözü ilə baxmaq zövq verir. Direkt parçası. Onun parçası. Bilmiyorum, buna göstermedim biraz. Ben okudum. Kabe kilitleri. Kesis. Kabe kilidi de bunlar. Kabe anahtarı ve kesis. Ne diyeyim, ama çok güzeldi. Buraya girmek var. Neyse, görürsünüz nerede. Hazreti Musa'nın hasası. Sen bu boyda sıranı gözlemeye değer bunlara bakmak için. Buna resmini yapalım. Buna bakmak istedim. Hazreti Yahya'nın kol ve kafatası kemikleri. Demirin içinde. Hazreti Yahya. Demirin içinde. Kafa şey. Boş. Orada da kimse ayakta var. Ona bir bakmak istedim. Excuse me. Ne gördüm? Ben duyacağım burası falan. Nakışı.
ikisi birbirine karşı. Allah bağışlasın. Burada giriş var, çıkış var. Buradan çıkacağız. That's what I've started to do. Kabuk. Kur'an-ı Kerim. Burada kurumslar. Ay nihayet. Bizim Mısır çarşısına giden yolumuz. Ben Mısır çarşısı oldu. Orada bir yazılık var. Gediş. Uşaqlar, bu da burada İstanbulda taksi bizə dedi ki, biz əslində başqa mola gələcəkdik orada. Taksi bizə dedi ki, bizim bu getmək istədiyimiz mol baladadır. Həlim orada belə çox məmnun qalmırlar oradan falan. Biz də dedik ki, bəs yəni haraya alışırdı. O da dedi ki, bəs bura nədən adı, həm böyüm oldu, həm məmnun qalanlar bu arada bir saatdan sonra mol bağlanacaq və mən sadece Kiko'ya girebildim. Bir paket bir şey aldım. Burada evlerini gösterende. Ve dediğim otelim. Burada böyle içeri giren kimi gördüm, girdim. Seçebilmedim orada. Biraz insanlar çok oldu diye. Şimdi biraz gezirik. Yeni bir gündən salmışıqlar. Bu günlərin bizim İstanbulda axırıncı günümüzdür. Mən dünənləri mola getmişdim də. Yəni orada oranın bağlanmağına 1 saat falan qalmışdı deyə. 1 saat yarım qalmış biz getdik. Elə girən kimi birinci Kiko'ya girdim. Orada da bu arada adamlar çox idi deyə. Həm də belə balaca yer idi deyə belə. Yanında da qız fırlanırdı deyə. Belə göstərirdi o yan bir yan. Daha video çəkmədim orada. İndi göstərəcəm nələr aldım. Güneşsiz, sade, böyle biraz qara buludlu. Böyle. Aşağıda da kebab yeri var. Ora necə deyim, iyisi belə vurur. Şeyin iyisidir, tüstünün iyisi. Durmaq istəməm. Burada gidib kosmetikalarımı görməyim. Girdim içəri, sizə kosmetikalarımı göstərəcəm. Hara qoyun gəlin, ora qoyun göstərim. Bir paket. Yani bunu da aynısından bilmiyorum. Gösterim mi? Göstermeyeyim. İçinde şokolat var. Bak içine şokolat koymuşlar. Neyse bunu göstermeyi düşünmüyorum. Ama bu makyaj. Öyle bir kadının nezirlerler. En sevdiği an. Ama gerçekti. Ben 7146 TL. Lik bir məhsul olacaq. Bu arada güvenlərim bayağı bir kolu var bana. Burnum boğazım gelir. Mənim Kiko'dan elə də çox məhsulum yoxdur heç. Kiko'dan bir dənə pamadam var. Gloss var. Bir pamada deyil, glossdur. Bir yerinde de açım. Ben üstünden açmadım elə. Dediğim kimi yorgun idim, geldim yattım. Bu BB kremdir. Bu arada bu BB kremi oradaki hanım dedi ki, bəs bunun içində güneş koruyucusu da var. Ne deyirlər ona? Əslində mən bronzer üçün getmişdim. Bu da bronzerdir. Elə nə bilim, mən necə göstərim buna ki? Belə. Hər şey görsənir də tüm şişə olduğu üçün 07 nömrəsidir. İçini göstermedim. İçini göstereyim. Böyle göstereyim. Böyle. 07. Neyse bir de bunu almak için gitmiştim. Orada kız dedi ki ben 30 kosmetik alacaqdım o heç.
Oradan da kızı çok böyle şeyler. Bu da bir şey de hediye verdiler bana. Bilmiyorum neyse hediye verdiler. Neyse o sordu. Bence bu. Buna hediye verdiler. Mən onsuz kosmetika əşyaları alacaqdım, belə deyirlər, kosmetikləri alacaqdım. O da bir dənə dedim, burada sadəcə baxmaq istəyirdim. Və rəngi xoşuma gəldiyi üçün dedim, yaxşı, bir dənə bronzer götürüm. O da qız dedi ki, bəs taksici üçün gərək falan qədər məbləğ olsun. Mən dedim, yaxşı dedim, hər şeyi buradan götürəcəm. Qretsa falan istəyirmədim orada. Parçalamaq da bilmirəm, bu glow up. Glow up. Buydu hediye, yox. Rozvi deyil, bu da hediye. Bunu hediye verdilər. Elə bil belə buralara, buradakı sümüklərə, nə bilim, üzə falan da durmadılar. Highlighter, böyle parlatıcı. Bu nə bəs? Bu neydi? Baza. Bu makyaj altı bazadır. Evet. Bu bazen. Əsas ne kadar pomada qələm götürmüşəm. Bunu niyə hep belə deyil? Məndə Chico'nun belə bir glossu var. Yəni belə qoyublar. Dedim, necə sıxışır bu bunun içine. Okey. 11 nömrəsidir bu. Belə qoyuyorum. Pomadalardan devam ediyoruz. Pomada deyirəm, gloss. Bir dənə belə karışdı. 20. Bu tuzdu. Tuz, oğlum çok yüngüldür. Bu tuzdu, suya dayanıqlı tuz. Neyse, açmaq istəmirəm çünki mənim hələ 3 dənə tuzum var. Böyle kalsın. Bir tane de böyle kırmızı rengi var. Bu böyle 3 tane o. 2 tane de kalem aldım var. Allah'ım. Bir tane kalem götürmüşüm onu da ben. Bismillah, bir tane götürmüşüm. Allah kahretmiş. Bu da karşına. Böyle. Ya hoşuma geldi bu. Buyla bu ciddi şey. Bu da 20'di, bu da 20'di ona göre. Rəqəmlərine baxmamışdım, amma bunlar yaraşdı bir-birinə. Mənim orada qırmızı qələmim var, qırmızı pomadam da var, amma qırmızı glossum yox idi. Yəni belə gloss, belə pəmbiş glossludur. Bu da concealer'dır. Bu da Kiko'dan concealer. Bu da fixer'dir. Sprey. Makyaj sonrası. Ya bunların qiymətlərini inanın qram bilmirəm. Açıqda var ama. Açıqda var. Böyle. Bu çok tünd, çok katı bir spreydi. Yani orada xanım dedi ki, bu sprey yüzde makyajı çok saxlayır. Neyse yani Kiko'dan aldıqlarım kadar. Böyle bir makyaj. Sade. Ben çiçeğim. Ben demiştim ki eskisi oradan böyle yoklamadan böyle adamla öyle sert danışırlar işte. Şimdi geldik yemek yemeye. Seçəcək görə harda oturmaq olur. İskender, yanında çorba, yanında salata 260 efendim, 260 lira. Hoş geldiniz. Burası Antep sofrası abi. İskender, çorba, salata 260. Bizim böyle gri salata falan bir restorana geldik. Yemekler böyle gösterim. Suplar 80 TL. Mantı 220. Bu arada o tarafta da Makarnam adında bir restoran var. O da bakışı olacak. Siparişim gelenle göstereyim. Bu da Paris soslu makaron ile ayrı. Hamıya son İstanbul cezasını salonlar. Dünən axşamdan belə bir düşlər demiş, kırıklık var idi yani üstündə.
Neyse bu günlərimdə bax yəni bu günlərim mən harda oldum, molda oldum da sadəcə. İndi gəlmişəm. Boğaz ağrıyır, burun tutulub, səs gedir. Belə. Axırıncı dəfə xəstələnəndə bir ay sağalmamışdım mən. İndi görək bu səfərki xəstəliyimizə neçə günlər sonra sağalacaq, nəsə yaxşı. Xəstəlik haqqında danışmayaq. Yaşa, bunu özü yaxşı hiss edirəm. Bu günlərim nələr aldım? Molda. Onları danışmaq istəyirəm. Bu arada, yəni mən Dubayda da molda olmuşam. Burada da oldum. Yine bu günlərim bu arada balaca mola getmədi, böyük mola getmədik oldum. Yine əlbəttə ki, çox video çəkə bilmədim orada. Çünki belə nə bilim mən belə adaptasiya ola bilmirəm. Həm video çəkim, həm nəsə alım, həm nəyisə qiymətini göstərim falan. Mən də düşündüm ki, ən yaxşısı hər şeyi evə gedib çəkərəm və çəkdə də qiymətlər falan görsənər. Yəni kimə maraqlı olacaqsa da baxar. Bugün biz molda nəyə fikir verdim? Molda turist çox azdı. Biz olduğumuz molda. Amma mol dəhşət böyükdü. Amma turist az idi. Var əlbəttə ki, amma az idi. Və çox brend var. Hədsiz brendlər, orijinal brendlər hamısı. Biz olduq Penti'də, Levi'sdə, Elsevakit'də də buranın məşhur mağazalarından biri Elsevakit de facto. Nə bahalı, nə ucuz belə orta təbəqə. Mən orada sadəcə özümə babet çorap aldım belə deyim. Türklər demir. Babet çorap belə. Sadəcə ondan aldım. Sonra bu Rossmann'da oldum. Rossmann yox. Nədir bu? Watson's'da oldum. Amma Rossmann'da var idi. Rossmann'a baxdım yəni elə orada elə wow, mən cəlb edəcəyim şeylər olmadı. Belə. Yəni onu demək istəyirəm ki, brendlər çox da hər şey var belə. Bir də yəni Dubayda da var idi molda. Orada da brendlər var idi. Amma məsələn Rossmann yox idi. Lacoste yox idi. Belə. Bunlar yox idi. Burada var idim. Nəysə. Sonra nə deyəcəydim? Belə. Bu arada bir şey demək istəyirəm ki, bu arada orada çünki taksilərdə yəni moldan çıxandan sonra ancaq insanlara deyirlər ki, bəs gəlin taksi. Yəni onu demək istəyirəm ki, əgər bura gələcəksinizsə də özünüzə Uber yükləyin, ən yaxşısı Uberdir. Belə. Yəni ən sərfəlisi. İndi istəyirəm nə almışam onu göstərəm. Nə almışam onu göstərəm deyəndə belə bir geyim aldım, şort aldım. Təmiz üçün paltar aldım. Bir də dediyim kimi corab aldım, babet corab. Bu qədər. Yəni mənim üçün kosmetika paltardan önünə gəlir də, belə deyim. Yəni bir şey alacaqsa da, əgər mənə bir seçim qoyacaqsa da qabağıma məsələn paltar mı, kosmetika mı, qızıl mı? Mən kosmetika seçəcəm. Bilmirəm, yəni kosmetika çox bəyənirəm, çox sevirəm. Ətirlər, kosmetikalar falan. Yəni sevirəm. Ya bu arada düzümdən də heç kosmetikanı çıxartmamışam. Belə. Telefonu istəyirəm bura. Bir də bu əlimdəki pijamanı aldım. Penti'dən. Bunu istəyirdim qiymətini göstərmək. Kəsib qoymuşam bura. 500 TL. Bunun altıdır şort. Bu arada bunlar ayrı-ayrı satılır. Yəni ki bu da 500 TL bunlar. Burada niyə qiymət yoxdur? Bu da üstünün qiyməti. Amma bunlar ayrı-ayrıydı. Bir də 2 al, 3 al, 2 ödə kampaniyası var idi. Bir də bir üst geyim hədiyyə oldu. Necə hədiyyə oldu? Yəni bu ikisini elə bir aldım. Üçüncüsü hədiyyə kimi gəldi. Belə. Bu 500 TL-dir. Bunu belə göstərəm. 500 min neçə yüz. Və belə istəyirəm göstərəm. Watsons. Çekdəki maşallahdır. Çox böyük yəni. Buradan sonrası burası öyle lazım deyil. Göstərmək istəyirəm. Bu arada bilmirəm nəsə bir şey göstərmək istəyirəm. Belə bir şey vurdu. Belə bir şey vurdu. Mən heç bir fikrim yoxdur. Bu nədir? Big Pad peeling. Üz üçün peeling deyəlim. Kitayda, Koreyadır, nədir bu? Peeling PD. Üz üçündür. Yəni Kitayda, Koreya. Nəsə bayağı bir vurdu bu məhsuldan. Yəni bayağı. 5 dənə. 5 dənə bundan vurub. 4000 neçə yüz TL idi. Yazmaq burada. 4000 neçə yüz TL idi. 5 dənə bunları çox vurdu. Oldu 2728 TL. Başlayaq bundan. Mənim saç baxım rutinimi oluşturmaq istəyirəm, belə deyim. Bir saç baxım rutini oluşturmaq istəyirəm. Və buradan məhsullar alaraq onu başlatmaq istəyirəm. Bu da onlardan biri deyim, şampunumu dəyişdirirəm. Benim şampun markam L'Oreal Paris idi. 2 dənə o markanın şampunu var, hələ də var. Amma yenə də bir baxım üçün artıq belə dəyişik bir şeylər eləmək istəyirəm və bunun Bioblast, evet,
botanik oil, besleyici ve onarıcı bakım. Bu bilmem neçədir. Belə yəni göz qararı bir şey baxmaq istəyirəm. Tekrar. Bu arada bu göy paketin qiyməti 15 TL idi deyəsən. 16 TL, 15.95. 267 TL. Bu şampunun qiyməti 267. Sonra bu güneş karşıtı sprey. Güneş sprey. Adı nədir bunun? Dua edelim. Ha. Bu yaşa qiymət. Yəni demək olar 1000 TL. 1000 TL belə bu. Yəni oradakı xanım dedik bəs yaxşıdır. Sonra gedək yenə dua dilimdən temizleyici yağ. Temizleyici yağ yüz ve vücut. Nasıl yani? Neden vücut? Temizleyici yağ mən Kiko'dan aldığım tur hansı ki o suya dayanıqlı olduğu üçün mənə yağlı təmizləyici lazımdır. Yağlı, tərkibli bir makyaj təmizləyən bir məhsul lazım idi. Mən də onu soruşdum, bunu göstərdi. Bu yəni yine firmadır. Bu arada heç yəni belə firma nə eşitmişəm, nə də almışam. 700 TL bu da. O da 700 TL. Bu da saç maskasıdır. Aha, krem mask. Bu Matsu. Kıymetine bakın. Matsu 600 TL. Bu da 600 TL'ydi. Bu da Biobloss'un sıvı saç kremi. Sıvı saç kremi bilmiyorum. Bir şey göstereyim. Sıvı saç kremi 267 TL. Sonra bu buradan açınız. Bu kirpi üçündü. Azerbaycan dilinde çeşit edeyim. Kirpin üçündü ve kirpin üçün. Böyle göstereyim. Adı 401. Bakın. 400 TL. Kıymeti 400 TL. Urban Care'in böyle ne diyorlar buna? Isı karşıtı sprey. Bu. Isı karşıtı sprey. Bilmiyorum, buna da bakıp da kıymetler demek istemiyorum. Yoruldum. 400 TL. Sonra Head and Shoulders'ın bu saç dibləri üçün yağı. Yəni yenə dediyim kimi bunların hamısı mənim saç baxım rutinimə girəcək. Belə aldıqlarım bu qədər. Mən düşünürəm ki, videonu da burada sonlandıracağım. Burası mənim kölgəm görsən, Allah'ım bu garip ya. Şöyle olsun, şöyle böyle. Burada istəyirəm videonu sonlandırmaq. Yəni bizim tətilimiz belə keçdi. Çox şey aldıq, çox pul xərclədik, yaxşı yerlərdə xərclədik, ürəyimizcə oldu hər şey. Hər şey çox yaxşı idi. İnşallah yeni tətillərdə, yeni yerlərdən, yeni necə deyim, ölkələrdən videolar çəkmək ümidi ilə sizlərlə sağollaşıram. Sizə xeyirli bir gün, xeyirli bir gələcək arzu edirəm. Videomu da bəyəndiysəniz bir like eləməyi yadınızdan çıxartmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.